Hamıya salam. Bugün Rahat Gurmenin yeni açılan filialına gəlmişik. Çox atmosfer olaraq çox əladır. Canlı musiqi, açılışa özəl. Bilmirəm, davam edəcəkmi daha sonra yoxsa yox, amma ümumən abu-hava. İlk təşkilat oydu ki, yəni sadə marketdir. Da mənə bir çoxlarına maraqlı olan daha qeyri-adi hissəni göstərəcəm. Hissələri daha doğrusu. Və məsələn, Asiya mətbəxinə aid, yəni daha doğrusu Asiya yeməklərini bişirə biləcəyiniz məhsullardır. Udondur, Yapon funchozadır. Sonra burada sobadır. Yumurtalı ərişdədir. Bunlar bir dəfəlikdir, yəni bir dəfə istifadə etmək üçündür, görürsən. Balacanlar 85 qəpik 90 qəpiyə şirinlər. İndi gedirik bu bölməyə. Əsas buranın məşhur olduğu bölmə budur. Balıq satılan yerdir. Biz burada cənnətə düşdük. Seçim etmək çətin olacaq. Baxdı. Sən asmını yemisən? Mən nənəm yeməmişəm. Çox dadlıdır. Bu hissədə pizza satılır, dilimlər və ümumilikdə un məmulatları var. Baxın, seçim yetərincə çoxdur. Donat da var. Burada amma bu filial deyil, digər Crescent Mall'da olan filialdan almışdıq blinçiklər. Həyatımda yediyim ən dadlı blinçik idi. Çox dadlı. Ümumiyyətlə burada əyləşib yemək kimi yemək üçün məkan var. Ona görə çox rahatdır və yeməkləri dadlı olur. Hal-hazırki filialı tam olaraq bilmirəm, amma Crescent Mall'da elə idi. Gördüyünüz kimi şirniyyatlar da var. Uşaqlar üçün su qabı çox şirindir. Evet. Bakır. Məncə bir dənəsi qalır. Qısa olaraq nəticəni söyləsəm, onu deyə bilərəm ki, sırf bu marketə görə bu tərəflərə gəlməyə dəyməz. Həmin marketin digər filialı da Crescent Mall'dadır, şəhərdədir. Rahatlıqla ora gedə bilərsiniz. Onu da deyim ki, əslində Crescent Mall'dakının abu-havasını nədənsə daha çox beğendim. Ən sevdiyim isə budur, yeməklərlə. Düşünürəm ki, reklamlarda biraz şişirdilmiş idi, açılış və s. Amma əgər bağdasınızsa və bu tərəflərə yaxınsınızsa, o zaman həqiqətən gəlməyə dəyər, maraqlı və bir çox məhsul olan bir marketdir. Və digər yeməklərdən götürüb əyləşə bilirsiniz. Burada ümumilikdə KFC var. Digər hissədə McDonald's və girişdə çiçək mağazası da var. Ümumilikdə Qala Shopping Mall'dur bura. Buna görə mən bilən digər hissədə də digər mağazalar olmalıdır. Burada basketbol oyunu gedir çempionatı.
Trevor, çok sırada. Hesap 6-5. Çok şirinli. Montenegro. Montenegro. Ve Montenegro galip geldi. Bu arada Montenegro vlogunu mutlaka izleyin. Yeni komanda. Səhərə qədər burada ehtiyac. Belə çəkdim reels olaraq, indi bilmirəm sizə göstərim ya yox. Və bundan əlavə sabah bizi radioya dəvət ediblər. Həmin radio proqramda verilişdə keçən il mən özüm tək iştirak etmişdim. Səyahət haqqında idi, əsasən də Koreyaya olan səyahət haqqında idi. Ümumiyyətlə Koreyaya aid suallar idi. Bu dəfə isə İbrahimlə birlikdə iştirak edəcəyik. Bu dəfəki proqramda cütlüklərin səyahəti, yəni üstünlüklər, planlama və s. kimi məqamlara toxunacağıq. Ona görə mütləq izləməkdə qalın. Sabahki günü də vlog olaraq sizə çəkəcəm. Hamıya salam. Səsimə baxın. Biz gəlmişik çəkilişə. Hayat buradayıq. Salam. Biz buradayıq artıq. Biz Ölkələrdə yaşadıqlarını burada bu efirdə bölüşəcəklər. Ölkələr sürpriz olaraq qalsın. Bu arada səsim çox pis tutub. Yəni radio verilişinə çıxasa və səsim belə olsun. Möhtəşəm. İndi xahiş etdim ki, isti su versinlər, çoxsa isti çay verəcəklər, sağ olsunlar. Səsim açılsın. Deməli, gəldik artıq. İbrahim bəy, həyəcanlısınız. Çox. Oradan? Mən ötən dəfə biraz daha həyəcanlıydım, amma bu dəfə yox. Özbekistan şəhərlərində olur. Əsasən Taşkentdə oram. İşimiz orayla bağlı desin. Bəzi işlərim mən orayla bağlıdır. Azərbaycanlı axı vaxtı yaman. Mənim də tanışlarım var, bir dostum da var orada. Çox da razıdır ya. Yəni Ya Özbəkistan yaxşı yaxşı şərait yaratdılar. Emine Hanım'ı izlemişim mutlaka. Geldi konser. Avto FM-də yol əhvalatına başlayırıq. Bu arada bayaqları artıq anons etdim qonaqlarımızı. İbrahim və Emilia Bağırovlar studiyamızdadır. Bilmirəm, Bağırovalar mı deyim, Bağırovlar mı deyim. Sabahınız xeyir olsun. Sabahınız xeyir Hər olsun. ikinizi salamlayıram. Xatırlayıram, ötən il Emilia xanımla tək danışmışdıq efirdə. Onda Emil bəy, İbrahim bəy, Emil bəy nə? İbrahim bəy şəhərin o birisi tərəfindən bizə tamaşa edirdi. Bu dəfə qismət oldu, ikisi bir yerdə studiyamıza daxil oldular. Mən bilmirəm, sizin birgə səyahətlərinizdən danışaq, yoxsa ayrı-ayrı etdiyiniz səyahətlərdən? Daha yaxşı olar ki, birgə olan səyahətlərdən aşağı. Görürsünüz. İbrahim bəy, birgə səyahət ilk dəfə hara getmisiniz? İlk dəfə balayımız idi. İlk dəfə əslində Gürcüstanda. Yox, ilk dəfə Gürcüstanda idi. Buradan buradır ya, onu saymırıq. Hə, o saymırıq. Adətən xaric kimi hesab elə biliyordu. Antalya idi. Aha. İlk dəfə olaraq balayında bir həftə sonra toyumuzdan. Kapadokya. Kapadokya, Ankara, belə bir. Mən sizə bir şey deyim. Deməli, uzun illərdir gördüyümüz nədir? İnsanlar balayına adətən, təbii ki, daha yaxşı imkanı olanlar filan, Maldivlər, Bali filan seçirlər. Antalya'da olmuşam mən, dostlarla da olmuşam, ailə ilə də olmuşam, amma məsələ ondan ibarətdir ki, Antalya balayı üçün nə dərəcədə yaxşı seçim hesab edilir? Mən istəyirəm bunu bir açıqlayaq dinləyicilərə. Əslində, ilk öncə mən də düşünürdüm ki, başqa bir harasa uçaq. Biz ona görə cəhd elədik. Amerika vizaları, yəni bütün sənədləri hazırladıq, verdik, amma maalesef bizə, belə deyək, yəni Viza vermədilər. Viza vermədilər. Belə deyək. Viza vermədikləri üçün ona görə belə deyək ki, biz Antalya gedəsi olduq. Aha. Çünki mənim səfərlərim çoxdur deyənə bilirəm. İbrahim bəy, necəsiz? Tamam. Necə gedir? Super. Çox maraqlıdır.
Əslində məncə biz burada bir 5-6 dəfə olsaq indiyənə qədər yaşadığımız təcrübələri danışıb bitirə bilərik. Amma həqiqətən maraqlıdır. Buradayıq. İştirak edin. Əlaqə nömrəsi 070 385 95 95. Modern Futbol Akademiyası. Avropaya aparan yol. Yeni təmirdən çıxmış İndi fasilədir. Birazdan davam edirik. Efir bitdikdən sonra əməkdaşlar gördülər ki, texniki səbəblərdən efirin birinci hissəsi yazılmayıb. Səs olaraq var, amma video şəklində yoxdur. Ona görə də həmin materialları mənə ötürdülər. Mən isə burada vlog şəklində sizə paylaşacağam. Birinci hissəni buradan dinləyib, daha sonra isə ardını videonun altındakı linkdən keçid edib Avto FM radiosunun kanalından izləyə bilərsiniz. Və özünüzə çay və yaxud da kofe hazırlayıb, atışdırmalıqlar götürüb, podkast şəklində dinləyə bilərsiniz. Hamınıza xoş dinləmələr. Yol əhvalatı. Avto FM-də yol əhvalatına başlayırıq. Bu arada bayaqları artıq anons etdim qonaqlarımızı. İbrahim və Emiliya Bağırovlar studiyamızdadır. Bilmirəm Bağırovalar mı deyib, Bağırovlar mı deyib. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Hər ikinizi salamlayıram. Xatırlayıram, ötən il Emiliya xanımla tək danışmışdıq efirdə. Onda Emil bəy İbrahim bəy nədir? İbrahim bəy Şuşanın o birisi tərəfindən bizə tamaşa edirdi. Bu dəfə qismət oldu, ikisi bir yerdə studiyamıza daxil oldular. Mən bilmirəm, sizin birgə səyahətlərinizdən danışaq, yoxsa ayrı-ayrı etdiyiniz səyahətlərdən? Daha yaxşı olar ki, birgə olan səyahətlərdən danışaq. Görürsünüz. İbrahim bəy, birgə səyahət ilk dəfə hara getmisiniz? İlk dəfə balayımız idi. İlk dəfə əslində Gürcüstanda. Yox, ilk dəfə Gürcüstanda idi. Buradan buradır ya, onu saymırıq. Adətən xaric kimi hesab eləmirik. Antalya idi. İlk dəfə olaraq balayında bir həftə sonra toyumuzdan. Kapadokya, Ankara, belə bir. Mən sizə bir şey deyim. Deməli, uzun illərdir gördüyümüz nədir? İnsanlar balayına adətən təbii ki, daha yaxşı imkanı olanlar filan, Maldivlər, Bali filan seçirlər. Antalya'da olmuşam mən, dostlarla da olmuşam, ailə ilə də olmuşam, amma məsələ ondan ibarətdir ki, Antalya balayı üçün nə dərəcədə yaxşı seçim hesab edilir? Mən istəyirəm bunu bir açıqlayaq dinləyicilərə. Əslində, ilk öncə mən də düşünürdüm ki, başqa bir harasa uçaq. Biz ona görə cəhd elədik. Amerika vizaları, yəni bütün sənədləri hazırladıq, verdik, amma maalesef bizə belə deyək, yəni viza vermədi. Belə deyil də. Belə deyək. Viza vermədikləri üçün ona görə belə deyək ki, biz Antalyaya gedəsi olduq. Çünki mənim səfərlərim çoxdur deyənə bilirəm artıq ki, bir il ərzində mən haraları gedəcəm, nə vaxt gedəcəm. Ona görə düşündük ki, yox, bu da belə deyək. Həm də bu bir Allahdan hədiyyə idi. Çünki balay bizi sürpriz olaraq oldu. Yəni biz gözləmirdik. Bir yerdə oturmuşduq, birdən zəng gəldi ki, İbrahim, sizin toyunuza gələ bilmirik, amma istəyirik ki, sizə hədiyyə edək. Nə gözəl. Nə şanslı adamlarsınız. Bu Allahın möcüzəsidir bizim həyatımızda. Və ona görə bizə Antalya bilet aldılar. Və həmçinin danışılır, belə deyirəm, okey, Antalya bilet alırsınız 7 günlükdə. Onlar 5 gün biz Antalya'da qalaq, sonra 2 gün Kapadokya'ya gedək. Problem deyil. Antalya'da otellərini bizim üçün rezerv etdilər, ödənişini etdilər. Kapadokya'da həmçinin belə. Adamın nömrəsini verərsin, mən də danışam, zəhmət olmasa. Bu arada keçək o Antalya'nın istirahət tərəfinə də. Balayı üçün orada cütlüklərə təkliflər nədir? İndi bəlkə də bizi eşidən evlənəcək adamlar var, balayı üçün yer axtaran adamlar var. Antalya məsləhətli yerdir bu baxımdan. Əslində onu da deyim ki, açığı mən həmişə düşünürdüm ki, siz söylədiyiniz kimi balayına mütləq Türkiyə deyil, dəqiq Türkiyə olmayacaq, başqa ölkə. Türkiyədə olmayan yer olmalıdır. Bəli. Elə düşünürdüm ki, çünki yaxın ölkədə həmişə gedə biləcəyimiz bir yerdir və daha qeyri-adi məkan axtarırdım. Söylədiyimiz kimi Amerika alınmadı və bu variant bizim üçün hədiyyə oldu və yeni kəşf oldu əslində. Çünki daha öncə görmədiyimiz Türkiyənin o tərəflərini balayı vasitəsilə gördük və Türkiyəni daha da sevdik əslində. Bir çox şəhərlərdə olduq həmin səfərimiz dövründə. Və Antalyanın da əslində bir çox gözəl yerləri var. Antalyadan biraz kənar olan yerlərdə. Onlardan biri məsələn Fasilis idi ki, Fasilis? Bəli. Aha. Tarixi bir yerdir.
İstəyirsən əlavə. Yo, danışın narahat. Növbə ilə hiss oldu gəcələdi. Hələ ki buyur. Buyur. Bu arada biz Antalya'da olarkən bir günümüzü Pamukkale'ye ayırmışdıq. Oradan Pamukkale'ye getmişdik. Düzdür, videolarda biraz başqa cür görünür, gözlənti və həqiqət kimi, amma bir dəfə gedib görməyə dəyər. Həqiqətən çox gözəl bir məkandır. Yəni Antalya'da olarkən təkcə Antalya deyil, onun ətrafında, yaxınlığında olan məkanları da ziyarət edə bilirsiniz. Yəni Antalya deyəndə biz təkcə düşünmürük də, dənizin sahili, otel, nə bilim, all inclusive və sair və ilaxır. Orada müxtəlif əyləncələr təqdim olunur. Məsələn, mən xatırlayıram ki, orada bizi çox uzaq bir yerə aparmışdı. Təxminən 2-3 saatlıq yol idi. Bir meşənin içi idi, böyük bir göl var idi. Müxtəlif turistləri yığmışlar bir yerə, balıq tutmaq və tutduğum balıqları axırda kabab daha doğrusu manqalda bişirərək yemək. Belə bir maraqlı gün yaşatmışdılar bizə. Amma onu deyərdim ki, əslində artıq iyul ayları orada çox istidir. Yəni biz bunu yaşadıq, gün ortalar biz çölə çıxa bilmirdik. Yəni məcbur çıxırdıq, biraz gəzək, görək şəhəri. Amma Pamukkale'nin özündə, yəni üzr istəyirəm, mən necə deyirlər, bütün isti vurmuşdu məni və çox pis hiss edirdim özümü. Biraz bal ayı üçün iyundan sonra Antalya daha yaxşı olar. Bal ayı üçün çox isti olub. Çox isti olub. Hər tərəfli. Daha yaxşı olar ki, maya qədər gedəsən ora. Pamukkale'dən söhbət gedirsə. Ümumi Antalya. Doğrudan. Yəni biz orada mayında dənizə girənməyəcəyik orada. Soyuqdur, amma iyunda da soyuq idi dəniz özü. Amma istilik çox idi. Aydın məsələdir. Qiymətlər necədir? Yeri gəlmişkən deyir çox dəyişib. Dəyişib deyəndə biz gəlin onu bahalaşma kimi qəbul edək. Çox bahalaşıb. Yəni istər yeməkdir, istər otellərdir. Yəni ümumi olaraq ümumi Türkiyədə yaşamaq çox çətinləşib. Yəni hansısa bir səfərlər falan onda deyirəm ki, daha yaxşı Özbəkistana gedim, Qazaxstana gedim, nəinki Türkiyəyə. Çünki adi bir oteldən çıxdığın çölə puldur. Özü dəhşətli bir dərəcədə puldur. Adi bir restorana gedirsiniz, adam başı bir 30-40 manat, yəni qoymalısan ki, bir normal yeyəsən. Yəni söhbət ondan getmir. Oturum yeyim belə superdə. Yox. Adi bir atışdırmalı hardasa 20-25 manat verirsən orada. Yəni o görə McDonald's dəhşət bahadır. Menüləri 20-25 azayındır. Yəni normal. Şükür Azərbaycana. Aydındır. Belə ümumilikdə zövq ala bildiniz Antalyadan. Yəni də İbrahim bəy başa düşdüm. İsti olub. O Kaledə biraz özünü narahat hiss eləyib. Ona görə xanımların yanaşması bir balaca fərqli olur həmişə. Kişilər bəzən bəzi şeylərdən bezəndə xanımlar ondan zövq almağa davam edirlər. Ona görə sizə müraciət edirəm ki, Antalyaya bir də gedərdinizmi? Bəli, ondan sonra getmişik də və bir daha da zövq almışıq. Açıq onu deyim ki, təyyarədə olarkən ağlaya-ağlaya getdik Antalyadan. Daha sonra gülə-gülə qayıtmışdım. Çünki heç cürə istəmirdim ora. Gözləntim o deyildi. Amma gözləntilərimi belə deyək, yaxşı mənada yanıltdı. Özün doğrultdu. Gözləntilər özün o deyildi. Amma tərcümə də eləyə bilmirəm. Sizin dediklərinizi sözlə açığı. Yeri gəlmişkən dinləyicilərimizin diqqətinə çatdırım ki, Emiliya xanım Koreya dilindən tərcüməçi kimi fəaliyyət göstərir. Müəllimlik edirəm. Müəllimlik edirsiniz. Dream Korean Center-ın təsisçisi və rəhbəriyəm və həmçinin də Koreya dilini tədris edirəm. İndi tələbat var bu dilə. Son dövrlər Çin dili ilə bağlı yaman belə intensiv aktuallıq hiss olunur. Koreya dili ilə bağlı bilmirəm. Koreya dilini mən artıq 13 ildir ki, öyrənməyə başlamışam, maraqlanıram və bu illər ərzində həqiqətən ildən ilə, hətta deyərdim gündən günə artmağa başlayır. Hətta Bakıda artıq konsertlər belə keçirilir. Maraq artmaqdadır. İbrahim bəy öyrədirsiniz? Yoxsa siz heç bir şey bilmirsiniz Koreya dilini? Xeyr. Onda keçək Özbəkistana. Özbəkistan dünyanın ən yaxşı tarixi ölkələrindən biridir turistlər üçün. Dünyanın müxtəlif ölkələrindən o tarixin izini görmək istəyənlər, tarixin iyini hiss eləmək istəyənlər Özbəkistana gedirlər. İndi düzdür, istirahət deyəndə biz dəniz falan daha çox düşünürük, yadımıza düşür, amma tarix də bu turizmin bir parçasıdır deyə bilərik. Siz işinizlə bağlı daha çox gəlib gəlirsiniz, amma istənilən halda bu Özbəkistan həyatını daha yaxşı bilirsiniz deyə düşünürəm. Hansı şəhər? Mən artıq bir 6-7 dəfə Daşkentdə olmuşam və hər dəfə getdikcə oradan zövq alıram.
Çünki həm yaxınlarım ordadır, dost, tanış, yəni onlar belə özbəkdilər, yəni Azərbaycanlı deyillər. Və Özbəkistanda olanda sanki hətta belə deyək, öz evimdəyəm. İnsanların o qədər bir-birlərinə sevgi dolu, belə deyək də, xidməti... Çox safdılar. Çox safdılar. Hələ ki. Hələ ki. qoy belə də qalsın. Yəni həqiqətən orada olanda mən özümü çox rahat hiss edirəm. Bilmirəm, şəhərin atmosferi, düzdür, gələcəkdə planlayırıq çox yoxun ki, oktyabr üçün Səmərqənd, Buxara, buraları gəzməyə, çünki indi istidir. Mən bir həftə bundan qabaq oradaydım, 43 dərəcə isti idi. Bu arada yayda ora getmək məsləhət deyil, belə anladım. Avqustun axırları normaldır. Məsələn, avqust bizdə daha çox isti olur, orada sərin olur. Yəni biraz bizdə mayda sərindir, orada mayda çox istidir. Düzdür, fərqlidir, indi dəyişilir havalar. İqlim dəyişir. İqlim dəyişdiyi üçün bilinmir. Amma daha yaxşı olar ki, sentyabr, oktyabr bu yaxşı aylardır. Mən bir neçə nəfərdən eşitmişəm, mütəmadi Özbəkistana gelib gələnlərdən söhbət gedir. Deyir, hazırda Özbəkistan paytaxtı, elə bir ki, Bakıdır 2000-ci illər təxminən. Siz gelib gəlirsiniz deyə, bilmirəm. Yollar ola bilər. Yolların keyfiyyəti bərbaddır. Amma ümumi olaraq şəhər yenilənir. Yəni 2 il ərzində çox şeylər dəyişilib. Yəni 2 il bundan qabaq mən Özbəkistanda olanda dedim, hə, ayda belə də bəzi parklardır və s. Amma indi artıq axırıncı dəfə gedəndə o qədər mollar açılıb, o qədər yeniliklər gətirilirlər, o qədər yeni parklardır, restoranlardır, yəni hər şey var. Deyir, Özbəkistan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bəli. Ona görə biznes adamları üçün, yatırım eləmək istəyənlər üçün çox yaxşı imkanlar var. Bilməm, əgər danışılması mümkündürsə biz biraz bu barədə də söhbət açaq. Hansı imkanlardan söhbət gedir və nə qədər investisiyadan söhbət gedir? Ümumiyyətlə Özbəkistanda hansı sahələrdə bu dəqiqə yatırım etmək sənə gələcəkdə böyük uğurlar gətirə bilər və dövlət burada hansı güzəştləri sənə təklif edir? Tam olaraq cavablandıra bilməyəcəm. Çünki bunun sahəsi çox böyükdür. Yəni hər bir baxımdan bugünkü gündə adə onların bilirsiniz də 2 ilə qədər ancaq kobalt idi maşınlar və girirdin sənə birini ki, Chevrolet aləmindəsən. Amma misal üçün bu maşınla bağlı istər Koreyadan, istər Çindən gətirilən maşınlardır. Yəni bunun çox dəyişilib. Yəni daha çox siz artıq fərqli maşınlar görə bilərsiniz. Müasir avtomobillər görə bilərsiniz. Və buna artıq dəstək verilir, icazə verilir. İstər belə deyək də texnikada bu telefonlardır və s. Və sizə deyim ki, çox ucuzdur orada. Yəni bizdən qat-qat ucuzdur orada. Hardasa bir telefonda hardasa bir 300-400 manat fərq var. 300-400 dollar fərq var. Yəni az məbləğ deyil. Yəni orada böyük bir yatırım var texnikaya. Çox şeylər var. Restoranlara, Azərbaycan restoranları açılıb orada bir neçə dənə çox yaxşı da mətbəxləri var. Azərbaycanla Özbəkistanın bugünkü gündə qardaş birliyi belə deyək, çox gözəl inkişaf edir. Və hətta sizi çox istəyirlər orada. Çox istəyirlər. Və çox böyük bir hörmətləri var. Gəldiyində Azərbaycan, nə bilim, buyurun, keçin. Üzr istəyirəm, mən bir ki orada başqa bir şəhərdə idim. Mən bir ki Sumqayıt, Bakı, Yengiyol deyilir. Və oradan hər dəfə mən şəhərə gəlməli idim. Çıxırdım, bəzən taksi əl eləyirdim, saxlayırdım ki, şəhərə qayıdım Taşkentin özünə. İnandırım sizə %90% məndən heç vaxt pul götürmürdülər. Azərbaycanlı olduğunuza görə. Bilirdilər ki, Azərbaycanlıyam. Ağa, nə vaxt gələcəksiniz bizə? Gəlin bizə, telefon nömrələrini verirdilər. Gəlin qonağımız olun. Nə bilim, süfrə açaq sizə. Mən sizdən pul götürməyəcəm. Beləliklə növbəti bir videonun da sonuna gəlib çatdıq. Sonadək izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı, videonu bəyənib dostlarınızla bölüşməyi də unutmayın. Və bu podkastın da ikinci hissəsinin linkini sizə videonun altında, şərh bölməsində və videonun altında yerləşdirəcəm. Onu da izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.